Ben yaxşıyam və bu yeni videomda qarşınızdayım. Və bu yeni videom nədir? Game Creator Demo. Bu uygulamada öz oyunlarınızı yaratmağı göstərəcəm. Və mənim burada 3 sənə öz yaratdığım oyunlarım var. Və sizə öz oyunun nətə yaradılması var. Öz oyunu nətə yaradıldığını göstərəcəm. Acığa xəstəliyim var, ona görə süyə bilirəm. İndi məsələn, mən sizə ən başda ən asan yolu göstərim. İndi misal üçün yarada bilərəm ki, deyən misal üçün onun adını belə qoyduq. İndi sən əgər bu Lodika girsən, buradakı karakterlərin şəkilləri götürə bilərsən. Məsələn, mən sizə qısa yoldan göstərim. Bunu götürə bilərsən, ya da bunu, ya da ki bunu. İndi mən sizə hamısını göstərmək üçün göstərirəm hamısını. Bu 2 sonra olsun. Ondan sonra ahanda gəlir. İndi misal üçün sizin karakterinizin olmasını istəyirsən və karakteri seç, oka bassan və sıfır testdən bunu seçsən və ondan sonra isə bunları seçsən və karakterin sən deyib öyrən zamanı nətər belə effekt versin istəyirsən. Misal mən belə istədim, buna bastım. Ya da ki dostlar, Creative New'dan basıb özünü çəkə bilərsiniz beləcəsinə. Ya da beləcə sağ tərəfdə cibir düyməsinə basıb silə bilirsiniz. İndi biz bura bax, girdik, diğer formasını verdik, beləcə olur. Ondan sonra blok yerini seçsən və blok yerine bunu qoysan və bir də bunu qoysan və killing zone seçib bunu qoya bilsən və ondan sonra monster yəni Empire-də yəni uzaqdan ateş edən canavar o deməkdir və buna girdik. Yəni bu atak atında beləcən atacaq və öyrəndə də belə öləcək. Əlmiş qatdım. Və indi hamısını elədik deyəsən. Bəli, hamısını elədik. İndi isə buna keçək. Buna keçəndə də sizə qısa yolu göstərirəm yenə. Arka planı ya buradan əşi götürüb arka plana qoya bilərsiniz ya da beləcənə. Bunu açarsınız. Bu heç. Bu məndə belə mavi və ağ rəng verdim. Və ortasındakı ağ düyməni bastım. Onu basandan sonra görə bilirsiniz ki, arxa plan həqiqətdən əlaqəsi var. Yəni belə yerində görə bilirsiniz. Və ondan sonra bu butona basaraq istədiyiniz qədər yeri beləcənə götürürsünüz. Və götürəndən sonra da player, yəni oyuncu onu götürdük. Və karakter də canavarın doğmaması üçün canavarın ərazisi qədər yeri beləcənə qoyursunuz. Baxın. İndi siz de özünüzün canınız olsun istəyirsiniz. Canınızda da draft həyat bal görsənsin və şansınız var da siz şans verir oyun sizə. Onu da baxsınız. Onu da seçək. Misal üçün Reeves yazılır. Reeves'e de seçə bilərik bunu. Atılsın. Aha da bu kalp şəklini götürdük. Yəni bu şanslı 3 haqqım var. 3 səfər udursan oyun beləcən olur. Speed test görsənsin. İndi baxın. Health var. Yəni canınızdır bu sizin. Və ondan sonra Reeves. İndi baxın. Siz belə A tuşuna basıb hoplanıb bu hərəkətləri edə bilirsiniz. Və indi burada da yanımızda bir dənə canavar var. Və canavar dediyimiz zamanı 10 can gedir. Onu ya da artıra bilirsiniz. Misal üçün mən öldüm. Öləndə belə effekt verdi. Effekt 2 çıxdı. Və təzədən doğruldum. 2 şansım var daha artıq. Və beləcəsinə də öz oyunlarınızı yavaş yarata bilirsiniz. İndi biz də bu oyunu tamamlamaq istəyirik. Biraz da ilerləyək. İlerləmək üçün də burasını 2 elədik, 3 elədik. Yəni uzunluğunu elədik də biz buradan.
Baxın. Aha. Qəşəng. Yox, bu səhv oldu. Yox, bu səhv oldu. Buranı eləmirik. Və buradan ahanda koyduk ve buradan da gelsin bu tarafa, buradan da gelsin ekran taraf. Bu var. Bu da adına bak çıktı. Hemen düzəldək. Aha, ne düzəldi? İndi birazdan belə eləyirik. Təkcə əlinizlə də qoymaq olur. Onu da göstərdim. Mesela məndə uzunluğu bu boyda olsun istəyirsinizsə. Hoppandım. Ve hər şey deyil. Hoppa. Birazdan gəldik. Hoppandı da effekt verir belə. İndi siz oyunu bitirmək istəyirsiniz. Deyirsiniz mən oyunu nətər bitirim deyə sual versəniz, əlbəttə var. İndi bunu özümüz çəkək məsələn. Bunu özümüz çəkək. Belə olsun. Ve bu effektimi verdik. Ondan sonra ise ikinci ekranı vermək üçün də buna bastıq. Ondan sonra yuxarıda kağız üstəcə yanında xətt olana bastıq və təzədən belə elədik. Və bunu da beləcənə çəkərək qırmızı butona bastıq. Və beləcənə elədik. İndi isə bu effektlə işləyir gördüyünüz kimi. İndi biz də onu finish axırda oyunu bitirmək üçün beləcənə bastıq. Ve ekranı verir. Sonda ise finisher ve xəttini qoyuruq bura. O halde indi oyunu udacaq. Ve oyunda ise belə bir şey, mesela oyunda daha zor olsun diye bir dənə yerə 2 dənə monster qoymaq olur. İndi 3 dənəsini qoyuruq. Mesela indi burada bir dənə var. Buradan hoplamağa çalışır. Ve bunda oyun daha çətin olması üçün də onu artırmaq olur. Misal üçün mən də monster'a girdim. Monster'ın movement think var. İndi verdiyi hasarı dəyişir. Misal üçün 20 elədik. 20 eləyən zamanı isə bizə daha çox hasar verir. Baxın. Gördünüz? Daha çox hasar verir. Bizi 4 vuruşda öldürə biləcək və ahanda oyunda uduzduq. Beləcənə oyun oldu. Dostlar, bu videomuz bu qədər idi. Və gələn dəfələri nə qədər yerləri göstərəcəyik. Sağ olun, salamat qalın.